Господь, мы просим Тебя, дай нам способность, пожалуйста, сейчас слышать. Ya Rəbb, indi səndən xahiş edirik ki, bizə eşitmək üçün qabiliyyət verəsən. Просим Тебя, Господи, чтобы Ты успокоил наши сердца. Səndən xahiş edirik ki, Tanrı ürəklərimizi sakitləşdirəsən. И мы хотим найти тот мир, о котором мы слышали, Господь, в понедельник и сегодня. Və birinci gün eləcə də bu gün eşitdiyimiz həmən o sülhü tapmaq istəyirik. Да, дай нам мир в наши сердца, Господи. Ya Rəbb, ürəklərimizə sülh ver. Дай нам тишину в наши сердца, Господи. Ürəklərimizə sakitlik ver, ya Rəbb. Просим Тебя. Səndən xahiş edirik. Благослови сейчас это время. İndi bu vaxtda xeyir-dua ver. Дай нам мысли, Господи, о Рождестве, о Твоем приходе. Ya Rəbb, milad barəsində, sənin yer üzünə gəlməyin barəsində bizə fikirlər ver. Благослови это время Bu vaxtda xeyir-dua ver. во имя Иисуса Христа. İsa Məsihin ismi ilə. Аминь. Amin. Аминь. Что мы обычно делаем в проповедях? Və adətən vəz vaxtı biz nə edirik? Для меня, как я вообще понимаю слово проповедь? Və vəz sözünü mən ümumiyyətlə necə başa düşürəm? Это когда я беру один кусочек Божьей благодати, Bu odur ki, mən Tanrının lütfündən bir parçanı götürürəm. один кусочек из того, что Он мне дал. Tanrının mənə verdiyindən bir tikəni, bir parçanı И я götürürəm. пытаюсь рассматривать его. Və çalışıram ki, onu araşdırım, baxım ona. Потому что по-другому это на самом деле очень трудно. Çünki başqa cür bu çox çətin olar. Это не помещается в наш обзор, в наш взгляд. Çünki bütün bunlar bizim düşüncəmizə yerləşmir. Мы не можем рассматривать всю Божью благодать сразу. Və biz Tanrının bütün lütfüne eyni vaxtda baxa bilmərik. Насколько бы araşdıra издалека bilmərik. мы не смотрели, насколько бы обобщенно мы не говорили про Божью благодать. Tanrının lütfüne nə qədər uzaqdan baxsaq, nə qədər geniş onun barəsində danışmağa çalışsaq, Или обобщенно говорили, geniş şəkildə, ümumiləşdirilmiş şəkildə danışmağa Все çalışsaq, равно мы не можем. Сколько бы мы ни обобщали, мы не можем говорить когда- о Божьей благодати в общем. ümumi danışmağa çalışsaq, biz ümumi danışa bilmərik. Ее lütf barəsində. слишком много, и она слишком большая. Çünki o çox böyükdür, həddindən artıq. Он дал böyükdür. слишком много. Yəni Tanrı həddindən artıq çox şey verir. Поэтому что мы делаем? Ona görə də nə edirik? Мы берем по кусочкам. Ona görə də hissə-hissə И мы götürürük посвящаем время каждому кусочку. və hər bir hissəyə vaxtımızı həsr edirik Будем посвящать всю нашу жизнь, və bütün həyatımızı həsr edəcəyik. и все равно у нас не соберется та полная картина. Və hər halda yenə də bizdə həmən o tam mənzərə alınmayacaq. Даже если мы будем обобщать в каждой проповеди. Hətta baxmayaraq ki, hər bir vəzdə bunu ümumiləşdirməyə Это çalışsaq. невозможно. Это Bu просто mümkün deyil. невозможно. Sadəcə mümkün Настолько deyil. велика Божья Çünki благодать. Tanrının lütfü o qədər böyükdür ki. Аминь. Amin. Аминь. И сегодня Və bu gün мы возьмем один стих bir bəndi götürəcəyik о Рождестве, milad но barəsində. посмотрим на него по-другому. Amma o bəndə başqa bir tərəfdən baxacaq. Евангелие от Матфея, Məttanın İncili 1 глава, 1-ci fəsil 23 стих. 23-cü bənd. Здесь написано: «Се дева во чреве примет и родит сына, и нарекут имя ему Иммануил, что значит с нами Бог». Burada yazılıb ki, budur, bakirə qız hamilə olub oğlan doğacaq. Adını İmmanuel qoyacaqlar. İmmanuel Allah bizimlədir deməkdir. Иммануил, İmmanuel, с нами Бог. Allah bizimlədir. Дева родит сына. Bakirə qız oğlan doğacaq. Дева родит сына. Bakirə qız oğlan doğacaq. И этому сыну дадут имя. Və bu oğlana ad qoyacaqlar. Его будут так называть. Və bu oğlanın adını Называть не родители. belə çağıracaqlar. Valideynlər deyil. Потому что через стих написано, как его назвали родители. Çünki bu bənddən qabaq valideynlərin onu necə adlandırdığı yazılıbdır. Нет, но его будут так называть. Amma oğlanı, uşağı belə adlandıracaqlar. Из-за характера его прихода. Onun gəlişinin xassiyyətinə Все görə мы hamımız, будем его так biz называть. hamımız onu belə Потому adlandıracağıq. как он пришел. Onun necə gəldiyinə görə. Эммануил, İmmanuel. что значит с нами Бог. Mənası da odur ki, Allah bizimlədir. Что это означает? Bu nə deməkdir Что belə? означает? Почему?
Nəyə görə? Почему мы говорим Эммануил? Nəyə görə biz İmmanuel deyirik? Почему мы говорим с нами Бог? Nəyə görə deyirik ki, Allah bizimlədir? Что это такое? Bunun mənası nədir? Почему Христа так будут называть? Nəyə görə Məsihi belə adlandıracaqlar? Что это за пророчество? Bu nə peyğəmbərlikdir belə? Если подумать о том, как Христос был рожден, Əgər Məsihin necə doğulması barəsində düşünsək, если подумать о том, в каких условиях Он был рожден, onun hansı şərtlərlə doğulmağına düşünsək, итак, Он был рожден в бедности. o kasıblıqda, yoxsulluqda doğuldu Сразу как Он родился, на Него была объявлена охота. və doğulan kimi ona qarşı bir ov başlanıldı Ирод объявил охоту на младенца. və Hirod körpəni təqib etməyə başladı. Когда он рос, Uşaq böyüdükcə были ли на него атаки? ona qarşı təqiblər var idi. Конечно, были. Əlbəttə ki, var idi. О нем забыли, Onun barəsində unutmuşdular. его забыли в храме. Məbəddə Было ли в unutmuşdular. этом забытии что-то духовное? Və uşağı məbəddə unudulma fikrində nəsə ruhani bir şey Ya, var думаю, idi mi? da. Düşünürəm ki, bəli, var idi. Что еще происходило? Daha nələr baş verirdi? Дьявол сказал ему: İblis ona dedi, сбросься с крыши храма. məbədin damından özünü aşağı at. Фарисеи постоянно искали повод подловить его, искусить его. Fəriseylər hər zaman imkan axtarırdılar ki, onu sınağa çəksinlər. Они брали камни, чтобы побить его камнями. Hətta daşı götürürdülər ki, onu daşqalaq etsinlər. Что еще происходило в жизни Иисуса Христа? İsa Məsihin həyatında daha nələr baş verirdi? Как его встретило человечество? Və bəşəriyyət, insanlar onu necə qarşıladı? Как вы думаете, düşünürsünüz? какой отзыв можно оставить о таком принятии? Yəni insanların onu necə qəbul etdiyi barəsində hansı bir fikri ortaq məxrəcə gəlmək olar? Все отношение, с которым он сталкивался, İsa Məsihin qarşılaşdığı bütün münasibətlər можно описать его же словами. onun sözləri ilə o münasibətləri O сказал, ifadə eləmək olar. Вы возненавидели меня напрасно. İsa Məsih deyir ki, boş yerə mənə nifrət etdiniz. Вы возненавидели меня без причины, за просто так. Səbəbsiz olaraq sadəcə elə belədən mənə nifrət etdiniz. Вот отношение, с которым он столкнулся. Bax, İsa Məsihin qarşılaşdığı münasibət bu idi. И в итоге его распяли. Və nəticədə onu çarmıxa çəkdilər. Глупые вопросы со стороны Ирода и Пилата, Hirodun və Pilat tərəfindən çoxlu axmaq suallar verildi плевки толпы. və izdiham ona tüpürürdü. Даже разбойник Hətta quldur говорил всякие глупости. onun barəsində çoxlu ağılsız şeylər Все ученики danışırdı. просто оставили его. Və şagirdlər də onu qoyub getdilər Ой, это ужасные вещи. və dəhşətli şeylər idi. Нужно ли об этом говорить в Рождество? Miladda bu şeylər barəsində danışmaq lazımdırmı? Только подумайте вот о чем. Və sadəcə bunun barəsində düşünün. Давайте прочитаем этот стих. Gəlin bu bəndə oxuyaq. Послание к римлянам, Romalılara məktub 11 глава, 11-ci fəsil, 2 стих. 2-ci bənd. «Не отверг Бог народа своего, который Он наперед знал». Allah qabaqcadan tanıdığı öz xalqını rədd etmədi. Не отверг Бог народа своего, который Он наперед знал. Allah qabaqcadan tanıdığı öz xalqını rədd etmədi. И вот в чем мысль. Bax, fikir bundan ibarətdir. Только представьте. Təsəvvür Только edin. представьте картину в вечности, Əbədiyyatın şəklini, mənzərəsini təsvir edin. где Бог говорит со своим Сыном Ki, hardakı Tanrı öz oğlu ilə danışır. в вечности Əbədiyyatda и показывает Ему все эти моменты. və öz oğluna bütün bu məqamları Все, о чем мы göstərir. говорили. Ki, necə ki biz dedik. Как Он будет рожден, Ki, necə o doğulacaq как Ирод на это və отреагирует. Hirodun buna necə reaksiya verəcəyi barəsində. И каждую подлость фарисеев, садукеев и других. Fəriseylərin, sadukeylərin hər cür hilələri barəsində. Затем он увидел крест. Və sonra o çarmıxı gördü. И все. Və hər şey.
И затем, что происходит затем? Və daha sonra nə baş verir? Иисус говорит, я приду в этот мир. İsa deyir ki, mən bu dünyaya gedəcəyəm. Я все равно хочу прийти в этот Mən мир. yenə də hər halda bu Несмотря dünyaya на все getmək это, я istəyirəm. хочу прийти в этот Bütün мир. o şeylərə baxmayaraq mən o dünyaya getmək istəyirəm. Потому что я решил, Çünki mən qərar и vermişəm решил tвердо. və qərarım И möhkəmdir. какое это решение? Və necə bir qərar idi Это o? решение Иммануил. Bu İmmanuel qərarı idi. Иммануил. İmmanuel. Бог с нами. Allah Это bizimlədir. радикальное решение Və Бога. bu radikal bir seçim Это idi. решение, которое никто не может повернуть. Və o elə bir qərardır ki, onu heç kəs döndərə bilməz. И Бог не передумает. Və Tanrı fikrindən dönmür. Эммануил. İmmanuel. С нами Бог. Что бы ни Allah произошло, bizimlədir. Nə olursa Бог olsun. видел все заранее. Tanrı hər şeyi qabaqcadan И Он görürdü. решил, Və o qərar verdi. Иисус придет. İsa И Он gələcək сделает все, что должен. və etməli olduğu hər şeyi edəcək. Эммануил. İmmanuel. С нами Бог. Allah bizimlədir. Что еще это значит? Bunun daha başqa mənası nədir? Если мы думаем о нашей жизни. Əgər həyatlarımız barəsində düşünsək, Он знал все заранее. Tanrı hər şeyi qabaqcadan bilirdi. Он знал все заранее. Hər şeyi qabaqcadan Не bilirdi. только атаки на Иисуса Христа, которые были при Его жизни, Və İsa Məsihin həyatı boyunca qarşılayacağı hücumlardan deyil, Нет, yalnız это onlar был- barəsində deyil. это был долгий фильм. Bu uzun bir film idi. Долгий фильм, который они просмотрели заранее. Отец и сын. Qabaqcadan ata ilə oğlun baxdığı uzun bir film idi. Фильм длиной в вечность, Əbədiyyat boyunca uzanan bir film idi. где был виден каждый мой грех, Harda ki o filmdə mənim hər bir günahım görsənirdi. каждое мое падение, Mənim hər bir yıxılmağım, каждое мое mənim отступление. hər bir dönüklüyüm Он просмотрел все. və o hər birinə Он знал baxır все заранее. və İsa Məsih hər birini qabaqcadan bilirdi. Только представьте это. Təsəvvür edin. Он просматривает всю мою жизнь, Bütün həyatıma baxır смотрит все. və hər şeyi görür И затем говорит. və sonra isə И deyir. что он говорит? Nə deyir? Эммануил, Emmanuel, я буду с ним. mən onlarla Я решаю olacağam. быть с nим. Mən qərar verirəm ki, Emmanuel. onlarla olum. Emmanuel. Я знаю Mən знаю bilirəm. заранее, Mən qabaqcadan bilirəm, но я принимаю решение. amma qərar verirəm. Я буду с ними. Mən onlarla olacağam. Что может произойти? Nə baş verə bilər? Что может произойти такого, чего бы Бог не мог предвидеть? Və nə baş verə bilərdi ki, Tanrı onu qabaqcadan görə Он bilməsə? предузнал все, Tanrı hər şeyi qabaqcadan bilirdi и он принял решение. və o qərar verdi. Решение Иммануил. Emmanuel qərarı Очень серьезное çox решение. ciddi bir qərardır Это радикальное решение Бога. və bu Tanrının radikal bir qərarı idi Быть с нами. ki, bizimlə olsun, Быть на нашей стороне. bizim tərəfimizdə olsun Только представьте силу этого решения. və bu qərarın qüdrətini düşünün. И когда сегодня происходят разные вещи в нашей жизни, Və nə vaxt ki, bu gün bizim həyatımızda müxtəlif şeylər baş когда verir, сегодня я переживаю, nə vaxt ki, mən yaşayıram и я думаю, və mən düşünürəm, о, я потерял взаимоотношения с Богом. düşünürəm ki, mən Tanrı ilə münasibətləri Я itirmişəm. Я потерял единство с Бogом. Tanrı ilə birliyimi itirmişəm. Я уже не чувствую Mən artıq hiss eləmirəm. единство с Ним. Tanrı ilə onun уже не чувствую, birliyi что он hiss рядом. eləmirəm. Hiss eləmirəm ki, Tanrı yanımdadır. Это хороший стих. Və bu yaxşı bənddir. Эммануил. Emmanuel. Бог со мной. И Tanrı Он принял mənimlədir. это решение. O bu И Он qərarı никогда не verib повернет. və o bu qərardan heç И Он zaman не раскается dönməyəcək в своем və решении. öz qərarından в отношении tövbə меня. etməyəcək. O qərar Потому что он dəyişilməzdir. знал. Çünki o bilirdi. Он знал. Bilirdi. Когда я смотрю на другого человека, Mən başqa insana и baxanda, когда я вижу его жизнь, mən onun həyatını görəndə, я говорю, что это такое? mən deyirəm вообще? ki, bu nə deyə belə? Это странно, Bu çox qəribədir. возможно, даже противно. Hətta bəlkə iyrənc bir şeydir bu. Но я знаю, Amma bilirəm, что для этого человека Иммануил также актуален. bilirəm ki, hətta bu insan üçün də Emmanuel aktualdır. Qüvvədədir. Только подумайте о силе этого решения. Bu qərarın qüdrəti barəsində düşünün. Все, что делал Иисус Христос, когда Он был на земле. İsa Məsihin yer üzündə olanda etdiyi hər Только şey, подумайте, все, что Он делал. onun etdiyi hər şey, düşünün o barədə.
он делал с этим характером. Və İsa Məsih bax bütün etdiyi hər şeyi bu xasiyyətlə, bu И с этим xarakterlə edirdi. посланием, Və bu sözlə, bu с fikirlə, посланием Эммануила. Emanuel fikri ilə Иисус edirdi. Христос пришел для того, чтобы мы точно знали это. İsa Məsih gəldi ki, biz bunu dəqiq Он bilək. пришел для того, чтобы доказать нам, O gəldi ki, bizə sübut для того, etsin. чтобы убедить нас, Gəldi ki, bizi əmin для etsin. того, чтобы у нас не осталось вопросов, Gəldi ki, bizdə heç bir sual не qalmasın. осталось сомнений, не Heç bir осталось страхов. şübhəmiz, heç bir qorxumuz qalmasın. Именно в этом, Məhz bunda. именно в этом, в том, что Бог с нами. Məhz bundadır ki, Tanrı bizimlədir. Он очень хочет это нам Və сказать. Tanrı bunu Прямо в bizə сердце, прямо в душу. həddindən artıq çox istəyir ki, bunu bizə desin, Он очень хочет, ürəyimizə чтобы мы desin. думали об этом так же крепко, как и Он думает об Və этом. Tanrı istəyir ki, biz də bunun barəsində necə ki o düşünür, biz də elə Для Него düşünək. это очень крепко. Və Tanrı üçün bu çox möhkəm Он bir также şeydir. хочет, чтобы во мне это было так, во мне это сидело так же крепко, Və Tanrı da istəyir ki, məndə də bu чтобы fikirlər я просто знал, qüdrətli şəkildə olsun və mən bunu bilim Он всегда со mной. ki, Tanrı hər Он zaman навсегда со mənimlədir, mной. hər zaman. Эммануил, Emanuel, Бог с нами. Tanrı bizimlədir. Вот о чем Рождество. Bax, milad bu Вот что я barədədir. хочу увидеть в этом младенце. Bax, bu körpədə mən bunu görmək istəyirəm. Когда я думаю о младенце, который пришел в этот мир. Bu dünyaya gələn həmən o körpə barəsində Он еще düşünəndə, не сделал ничего. o hələ ki heç nə Он etməyibdir. еще только родился. Hələ ki sadəcə doğulubdur. Но его rождение, Amma onun doğulmağı, оно несет огромное значение. onun böyük mənası var, böyük Оно məna несет все daşıyır. то, о чем мы с вами говорили. Və danışdığımız bütün bu şeyləri özündə daşıyır. Потому что он все знал заранее. Çünki hər şeyi qabaqcadan И bilirdi. он принял решение сделать то, что он сделает. Və qərar verdi ki, etdiyi şeyləri etsin. Вот что означало его Və рождение. onun doğulmağının mənası bax bu idi. Вот почему мудрецы, они поклонились Buna görə də müdriklər gəlib səcdə перед etdilər младенцем. körpə qarşısında. Не за то, что сделал mладенец, Körpənin etdiyi şeylərə görə deyil, но за то, кто он есть. amma onun kim olduğuna И за görə это послание от Бога. və Tanrıdan olan bu sözə görə, kəlama görə Они поклонились Эммануилу. və onlar Emanuelə səcdə Они etdilər поклонились этому посланию. və bu sözə, bu kəlama səcdə Вот что etdilər. означал этот младенец. Bax, körpənin mənası bu idi. Эммануил. Emanuel. Давайте сейчас просто думать об этом. Və gəlin sadəcə indi bu barədə Atom- düşünək Этот младенец, он просто лежал. ki, bu körpə orada uzanmışdı. Мария не знала. Məryəm bilmirdi, Иосиф не знал. Yusif bilmirdi. Кто знал в то время? O vaxtı kim bilirdi bunu? Сейчас мы знаем только о том, что было до сих пор. Və indi biz bu vaxta qədər olan şeyləri И bilirik. это имеет огромный вес. Və bunun böyük bir çəkisi var, mənası var. Тысячелетия. Min illər boyunca. И мы говорим, он все это знал. Və biz deyirik ki, o bunları bilirdi. Но только подумайте, Və sadəcə düşünün он содержит еще больше. və onun daxilində daha çox şeylər var. Ведь наступит и завтрашний день. Və sabahki gün də И завтра я gələcək также буду грешить. və sabah da mən günah И edəcəyəm. каждый из нас. Hər birimiz. И он знал об этом. Və Tanrı bu barədə bilirdi. Только подумайте об этом. Və sadəcə düşünün bu barədə. Он решил, он подписался под это. Tanrı bunu qərar verdi И он пришел. və o gəldi yer üzünə. Могу ли я увидеть этого младенца таким образом, Bax, həmən o körpəni bu şəkildə görə bilərəmmi mən? как решение Бога, Tanrının bir qərarı kimi, радикальное решение Бога, radikal bir qərar kimi с которого он никогда не свернет? ki, o qərarından heç zaman Если этот dönməyəcək. младенец пришел, Əgər bu körpə gəlibdirsə, Бог никогда не отвернется. Tanrı öz qərarından heç zaman dönməyəcək. Аминь. Давайте Amin. помолимся. Gəlin dua edək. Господи, спасибо Тебе. Ya Rəbbi, sənə minnətdarım. Спасибо Тебе, Господь, за то, что Ты принял именно такое решение. Minnətdarım ki, sən məhz belə bir qərar qəbul etdin. Странное решение спасти нас. Bizi xilas etmək üçün olan qəribə qərar. Спасибо Тебе за приход Иисуса Христа. Minnətdarıq sənə İsa Məsihin gəlişinə görə. Если кто-то из тех, кто слушает это послание, никогда не принимал Иисуса Христа в свое сердце, Əgər bu vəzə qulaq asanlar arasında kimsə İsa Məsihi heç zaman ürəyinə qəbul etməyibsə,
Знаете, что его рождение в этот мир было посланием от Бога. Bilin ki, onun bu dünyaya doğulması bu Tanrıdan bir söz, bir kəlam idi, məktub idi. О том, что мы можем быть прощены, и мы можем быть с Богом. Ki biz bağışlana bilərik və biz Tanrı ilə bir yerdə ola bilərik. И скажите в своем сердце: Öz ürəklərinizdə deyin. спасибо, Бог, Deyin, çox sağ ol ya Rəbb. за Иисуса Христа, İsa Məsihə за görə то, çox что Он sağ ol. родился, Ki o за то, что Он doğuldu, пришел в этот мир, o bu dünyaya и gəldi. за то, что Он умер за меня на кресте, Ki çarmıqda mənə görə и за öldü. то, что Он воскрес. Ki o dirildi. Спасибо. Minnətdaram. Я верю. Mən inanıram. Я верю в Него и в эту работу. Mən ona və bu görülən işə И inanıram. прими меня в свое вечное царство. Məni öz əbədi paşahlığına qəbul et. Скажите аминь. Amin deyin. И будьте Və уверены. əmin olun, Будьте уверены. əmin olun Если Бог делает что-то, ki, əgər Tanrı nə isə и edirsə, если Бог обещает əgər что-то, Tanrı nə isə vəd edirsə Он никогда не свернет. və heç zaman öz vədindən dönməyəcək. Аминь. Amin. Аминь. Amin.